Tövhid nədir qardaşlar? Biz tövhid dedik də. Tövhid həm Allaha xas olan məsələlərdə, həm də ibadətimizdə Allah'a nə etmək? Təklənmək. Tövhid insan necə muvahhid ola bilər? Allaha xas olan sifətlərdə təkləməsi ilə. Misal üçün, yaradıcı, Allah yaradıcı, yaradandır. Ruzi verəndir, hökm qoyandır. Bu məsələlərdə Allah təkləməlidir. Bununla adam muvahhid olurmu? Xeyr. İkinci, öz əməllərində Allah təkləməlidir. 3. İsim sifətdə Allah təkləməlidir. Yəni Allahın eşitməsi kimi bir eşidən nədir? Yoxdur. Kim desə ki, birisi də hər bir yerdən eşidir, Əuzubillah, o kəsi Allaha nə edilmişdir? Ortaq edilmişdir. Yəni Allaha xas olan şeylərdir. Allahdan başqasını sərf etmək şirkdir. Məsələn, Allah Resulü sallallahu aleyhi ve sellem Muazı Yəmənə göndərir. Nə deyir? Deyir, ya Muaz, innəkə tə'ti min qovmin əhl-i kitab. Sən əhli kitabdan bir qövmə gedirsən. Fəlyəkun mə əvvələ təd'uhum şəhədətü ən la iləhə illallah. Ən birinci onları dəvət edəcəyi şey nə olsun? La ilahe illallah. Başqa rivayətdə nə gəlir? İllə yuvahhidullah. Ancaq nə olsun dəvətin? Allah'a təkləmələri. Fikir verdin mi? Yəni bir insan ibadətlərində Allaha xas olan sifətlərdə Allah'a təkləmədisə, o adam muvahhid ola bilməz, yəni müsəlman ola bilməz.